Cabir ibn Abdullah Ənsari bugün gəlir İmam Hüseynin ziyarətində. Peyğəmbərin qoca səhabəsi. Gəlir Fəradda qüsl eləyir, gəlir. Gözü də görmür, bir nəfər qolundan tutub gəlir. Deyir, apar məni toxundur Hüseynin qəbrinə. Əlini aparıb yapışdırır Hüseynin qəbrinə. Çağırır, Həbibi ya Hüseyin. Ay mənim ürəyimin istəylisi Hüseyin. Ay sevdiyim şəxs. Sonra deyir, mən səni çox istəyirəm, səni çağırıram, sənə yaraşmaz axı mənə cavab verməyəsən. Adam da onu sevən adama cavab verməz, roza oxuyur məzarın üstündə. Deyir, amma sən necə cavab verəsən, axı bədənində baş yoxdur mənə cavab verəsən. Ondan sonra deyir ki, Allah şahid ol ki, mən də bunların savabına şərikəm. Yanındakı deyir, necə bunlar şəhid oldu, biz evimizdəydik. Deyir, mənim gözüm görmür, mən qocalmışam, mənim boynumdan götürülüb. Amma Allah bilir, mənim ürəyim oradaydı. Peyğəmbər də buyurub, kim bir dəstənin yanında olarsa, ürəyi özü də onlarlandır. Allah, sən şahidsən ki, biz Ərbəyində olmasaq da, bizim ürəyimiz ümumiyyətlə həmişə ilə Kərbəla ziyarətindədir. İmam Hüseynin məzarı bizim üçün ən gözəl yerlərdən biridir.